Ermənistan ikili oyunu oynamağa davam edir. Nikol Paşinyanın addımları Ermənistanın Azərbaycanla sülhə dair mövqeyinin qərbdən asılı olmasında şübhə yeri qoymur. Paşinyanın Makron və Trampla görüşünün arxasında nə dayanır? Nikol Paşinyan, Emmanuel Macron və Donald Trump Parisdə bir araya gəliblər. Ayaqüstü dialoq Fransa prezidentinin təşəbbüsü ilə baş tutub. Ekspertlər isə bildirir ki, görüşün əsas məqsədi Macronun Paşinyanı Trumpa təqdim etməsidir. Bu isə hazırda hökumət böhranı ilə üzləşən Fransanın Cənubi Qafqazda Ermənistandan anti-Rusiya subyekti kimi istifadə etməyə hesablana bilər. Maraqlıdır ki, Azərbaycanla sülh sazişi ilə bağlı məsələlərin 90%-nin həll edildiyini deyən Paşinyan yenə təhlükəsizlik çətiri axtarışına çıxıb. İşğalçı ölkəni yeni ampulada demokratik ölkə kimi Trumpa təqdim etməyə çalışır ki, Cənubi Qafqazda Amerika Birləşmiş Ştatları Trumpla münasibətlərini qursun və s. Bütün bunların əsasında Fransanın regiona imperialist baxışları dayanır. 1. Erməni lobbisindən sıx əlaqəsi dayanır. 2. İslamofob dünya görüşü dayanır. 3. Yəni, bu üç mövqe isə heç bir siyasətçinin uğurlu və uzun ömürlü siyasətçi edə bilməz. Macron-Paşinyan cütlüyünün nə istəməsindən asılı olmayaraq, Birləşmiş Ştatların yeni prezidenti Donald Trump'ın Rusiya ilə bağlı mövqeyi tamamilə fərqlidir. Siyasi analitiklərin fikrincə, Vaşinqtonun Ermənistan siyasəti Biden administrasiyasının mövqeyindən uzaq olacaq. На мой взгляд, встреча Макрона, Пашиняна и Трампа. Zənnimcə, Makron, Paşinyan və Trampın görüşü heç bir dəyişiklik gətirməyəcək. Eyni zamanda Trampın Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeyinə təsir göstərməyəcək. Amerika Birləşmiş Ştatlarının mövqeyi belə olacaq. Sərf edirsə dəstəkləyəcəyik, sərf etmirsə dəstəkləməyəcəyik. Trampın siyasəti əsasən iqtisadi maraqları hesablanıb. Əgər o Rusiya ilə yaxınlaşmaq istəyirsə, ola bilər ki, Amerika siyasi establishmenti Ermənistandakı vəziyyəti ağırlaşdırması üçün səylər göstərsin. Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib. Növbəti görüşə hazırlıq gedir. Lakin onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur. Bu fikirləri isə Ermənistan baş nazirinin müavini Miher Qriqoryan bildirib. Erməni ekspert isə deyir ki, Nikol Paşinyanın qərb ölkələrinin rəhbərləri ilə müsbət təmasları onun sadəcə yaxşı münasibətlər qurmaq istəyi ilə bağlıdır. Amma Azərbaycan sülh danışıqlarında vasitəçilərə ehtiyac yoxdur. Əminəm ki, bu nümunələri nəzərə alaraq o vasitəçilərin səmərəsiz institutuna qayıtmaq istəməyəcək. Məndə inam var ki, vasitəçilərin dövrü Ermənistanda artıq bitib və bundan sonra danışıqlar yalnız iki tərəfli və birbaşa aparılacaq. Əslində Ermənistanda vəziyyət dəyişib və insanlar ölkənin düzgün inkişaf yolunu Azərbaycanla ədalətli sülhü görürlər. Bu şəraitdə baş nazirin geriyə addımı üçün seçim imkanı yoxdur. Çünki hər hansı bir geriyə addım Ermənistan dövlətinin mövcudluğu üçün təhlükə yarada bilər. Bu günlərdə Fransanın Ermənistandakı səfiri Olivier de Cotigny yenidən Azərbaycanla sərhəd bölgəsinə gəlib. Ekspertlər deyir ki, Paris bu addımı ilə sülhdə maraqlı olmadığını növbəti dəfə təsdiqləyir. Hətta İrəvan sülh sazişində səmimi olsa da, Qərbin prosesə təsirindən xilas ola bilmir. Bu isə Ermənistanın müstəqil siyasi iradə ortaya qoya bilmədiyinə işarədir.